Oğlum de, əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir qiymətiniz olar? Siz Qur'anı və öz Peyğəmbərinizi təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir. Rəhman və Rəhim olan Allahın adı ilə. Ta, sin, mim. Bunlar açıq-aydın kitabın ayələridir. Ya Rəsulum, onlar iman gətirməyəcəklər deyə, bəlkə özünü həlak edəsən. Əgər istəsək, göydən onlara bir ayə göndərərik. Onlar da ona boyun əyib durarlar. Onlara Rəhmandan elə bir yeni öyüd nəsihət gəlməz ki, ondan üz döndərməsinlər. Onlar Qur'anı yalan hesab etdilər. Onların istehza etdiklərinin xəbərləri gəlib onlara çatacaqdır. Məyər onlar yer üzünə baxıb, orada növbə-növ gözəl bitkilər yetişdirdiyimizi görmürlərmi? Şübhəsiz ki, bunda Allahın qüdrətinə dəlalət edən bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər. Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu. Get, Firon tayfasının yanına və de ki, məni qoyub başqalarına ibadət etməkdən məyər qorxmurlar? Musa dedi, ey Rəbbim, onların məni yalancı sayacaqlarından qorxuram. Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da peyğəmbərlik ver. Onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram. Allah buyurdu, xeyr, Firon səni əsla öldürə bilməz. Hər ikiniz möcüzələrinizlə gedin. Şübhəsiz ki, biz də sizinlə birlikdə eşidəcəyik. Fironun yanına gedib belə deyin, biz aləmlərin Rəbbinin peyğəmbərləriyik. İsrail oğullarını bizimlə birlikdə göndər. Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra, Firon onu tanıyıb dedi, biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin. Sən nankorun birisən. Musa dedi, mən onu edərkən cahillərdən idim. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi. Boynuma minnət qoyduğum bu nemət də İsrail oğullarını özünə qul etdiyinə görədir. Firon dedi, aləmlərin Rəbbi nədir? Musa, əgər yəqin inanacaqsınızsa, bilin ki, o göylərin, yerin və onlar arasında olanların Rəbbidir deyə cavab verdi. Firon ətrafındakılara, eşitdinizmi dedi? Musa dedi, o sizin də, ulu babalarınızın, keçmiş atalarınızın da Rəbbidir. Firon, sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir, dedi. Musa dedi, əgər ağıllı başlı düşünə bilirsinizsə, anlayın ki, o, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir. Firon, əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəm, dedi. Musa dedi, əgər sənə açıq-aşkar bir şey gətirsəm necə? Firon, əgər doğru deyirsənsə, de onu gətir, dedi. Musa əsasını yerə atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu. Sonra əlini qoynundan çıxarar-çıxartmaz, o baxanlara ağappaq göründü. Parlaq bir nur kəsildi. Firon ətrafındakılara dedi, şübhəsiz ki, bu çox bilikli bir sehirbazdır. O, öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? Onlar dedilər, onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar göndər ki, bütün bilikli sehirbazları sənin yanına gətirsinlər. Nəhayət sehirbazlar məlum bir günün müəyyən vaxtında yığıldılar. Fironun xidmətçiləri tərəfindən cəmaata deyildi, siz də yığılırsınızmı? Əgər sehirbazlar üstün gəlsələr, güman ki, biz də onlara tabi olarıq. Sehirbazlar gələn kimi Firona dedilər, əgər biz qalib gəlsək, yəqin ki, bizə bir muz veriləcək, elə deyilmi? Firon dedi, bəli, və üstəlik siz mənə yaxın adamlar olacaqsınız. Musa onlara dedi, nə atacaqsınız, atın. Onlar iplərini və əsalarını yerə atıb, Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik, dedilər. Bundan sonra Musa da əsasını atdı. Əsa dərhal bir əjdaha olub, onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehirbazlar bunu görən kimi səcdəyə qapandılar və dedilər, biz iman gətirdik aləmlərin Rəbbinə, Musanın və Harunun Rəbbinə.
Firon dedi, mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz. Çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. Heç eybi yoxdur. Əzabımın nə olduğunu sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəstirib, hamınızı çarmıxa çəkdirəcəm. Dedilər, zərəri yoxdur. Biz öz Rəbbimizə tərəf dönəcəyik. Biz ilk iman gətirənlər olduğumuza görə, Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik. Musaya belə vəhy etdik. Qullarımla birlikdə gecə yola çıx. Siz şübhəsiz ki, təqib ediləcəksiniz. Firon şəhərlərə əskər, yığanlar göndərdi. Şübhəsiz ki, bunlar kiçik bir tayfadır. Onlar bizi qəzəbləndirmişlər. Biz isə qüvvətli, ayıq-sayıq bir cəmaatıq. Nəhayət biz onları, Fironu və tayfasını bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və gözəl yerdən kənar etdik. Beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. Firon və əskərləri günəş doğduqda onların arxasınca düşdülər. İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın cəmaatı dedi, artıq yaxalandıq. Musa dedi, xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir. Onda Musaya belə vəhy etdik, əsanla dənizə vur. Musa əsasını dənizə vuran kimi, o dərhal yarıldı, 12 hissəyə bölündü və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir. Ya Rəsulum, onlara İbrahimin hekayətini söylə. O zaman ki, o öz atasına və tayfasına demişdi, nəyə ibadət edirsiniz? Onlar bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik deyə cavab vermişdilər. İbrahim demişdi, onları çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi? Onlar, xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük, deyə cavab vermişdilər. İbrahim demişdi, indi nəyə ibadət etdiyinizi görürsünüzmü? Sizin və ulu babalarınızın, aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən odur. Məni yedirdən də, içirdən də odur. Xəstələndiyim zaman mənə yalnız o şəfa verir. Məni öldürəcək, sonra dirildəcək odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də odur. Ey Rəbbim, mənə hikmət bəxş et və məni salihlərlə qovuşdur. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə. Məni nəyim cənnətlərinin varislərindən et. Atamı bağışla. Şübhəsiz ki, o, haqq yol azanlardan oldu. İnsanların dirildiləcəyi gün məni zəlil etmə. O gün ki, nə mal dövlət, nə də övlad bir fayda